Həkim müayinəsində oldum və məndə mastopatiya olduğunu bildirdi. Bu qorxuludurmu? Mastopatiya süd vəzninin xoşxassəli dəyişkənliyidir. Yəni ətraf mühit təsirlərinə qarşı süd vəzninin verdiyi, belə deyim, reaksiyadır. Süd vəzninin şişkin olması, ağrılı olmağı, bərkliklərin əllənməsi, qola, kürəyə, boyuna vuran irradiasiya edən ağrıların olmağı, bu kimi əlaməti olan xanımlara çox zaman mastopatiya diaqnozu qoyurlar. Ancaq bu əlamətlər olmağı heç də həmin insanda mastopatiya olmağını göstərmir. Çünki qola, kürəyə vuran ağrılar əzilə sinir ağrıları ola bilir, süd vəzi ağrıları süd vəzinin iltihabı xəstəliyi səbəbindən ola bilər və yaxud da ki, onkoloji xəstəlik səbəbindən ola bilər. Bunu ayırd etmək təbii ki, həkim tərəfindən olmalıdır. Bəs mastopatiya aşkar olunan xanımlar risk daşıyırlarmı? Bəli, süd vəzdə rast gələn bütün xoşxassəli dəyişkənliklər xərçəng riskini artırmış olur. Ancaq mastopatiyası olan xanımlara mən deyirəm ki, əsla narahat olmayın. Sadəcə olaraq həkim müayinəsində və nəzarətində olun. Ən azından ildə bir dəfə həkim müayinəsində olmaqla bu problemi həm aradan qaldırırsınız, həm də ki, gələcəkdə daha ciddi fəsadların qarşısını almaq mümkün olur. Təşəkkürlər.